Deməli belə. Axır günlər saçlarımda saç kranlarının çoxaldığına fikir verirəm və yay da gəldiyi üçün saçlarımın çox uzun olmağı artıq məni yorur. Ona görə də qərara gəldim ki, saçlarımı kəsim və YouTube'dan bir neçə videoya baxmışam. İndi saçlarımı kəsəcəm, amma hər ehtimal biraz daha uzun saxlayacağım ki, nə olar, nə olmaz, salona getməyə yer qalsın. Əslində mən saçımı belə xoşlayıram. Təxminən buralar çiynimdə. Qarı xoşlayıram. Özümə o tərzi daha çox yaraşdırıram. Bunu təəssüf ki, yoldaşım uzun saç xoşlayır. O mənə onu yaraşdırmır. Amma saç kranlar da çoxalıb, yay da gəlib. Ona görə də saçları kəsirik. Görək nəticə nə olacaq. Mən əvvəlcə hamısını daradım. Nəmləndirməyəcəm. Uy, daransan bir zəhmət. Deməli, baxdığım videolarda tam olaraq belə bir şey edirdilər. Saçı darayıb tam mərkəzdən ikiyə ayırır. Daha sonra isə boynun altında, boğazın altında bu şəkildə yığıb, uy, xəcər göründü. Aha. Tak, deməli belə. Bu şəkildə belə yığırıq. Yıxa da bilmədim. Belə doluyum qoy bir-birinə. Aha. Ve doluyuram da dolamakla düz eləyirəm, eləmirəm, onu da bilmirəm ha. Tak, belə. Keçi saqqalı. Deməli belə. Bunu buradan elədim. Normalda zaten mən saçımı bayaq da dedim. Qarı xoşduram, qısa xoşduram. Amma nə olur, nə olmaz deyib biraz uzun kəsəcəm ki, salona gedəndə kəsməyə yer qalsın. Bir də nəyri olar deyə. Düzü biraz qorxuyorum. Aha. Gəldi. Baxaq görək nə olacaq. Bunu bir damcı da aşağı salıram. Ti. Açaq görək nə alınıb. Düz görünür sanki. Yoxsa mənə mi elə gəldi? Yes, qayıt qəşəng görsən də. Yox. Necə qəşəng görsən də. Hə? Mən görəm. Qayət düz alınıb elə bil. Yaxşıymış. Əməlli düz alındı ha. Sanki mənə mi elə gəlir, amma yox, qayət də dübbələm düz alınıblar, hə? Bax, bir dəfə də daraq keçək üstündən görək. Wow, çox xoşladım. Əməlli başlı işə yarayırmış. Burada heç uzun qalıb, yox, amma sanki bu tərəflə bu tərəf arasında boy fərqi var, hə? Yox, yox imiş. Qərar verə bilmədim. Sizcə necə qızlar, düz alındı yoxsa yox? Yoxsa salona gedim, yoxsa getməyim? Məncə düz görünürlər. Ya da ki, mənim gözümdə problem var. Amma hə, düzdür. Bu tərəf sanki daha qısadır, bu tərəf daha uzundur. Sizcə necədir? Düzə alındı, yoxsa alınmadı? Salona gedim, yoxsa yox?